Salam dostlar. Bugün biz deməli bugünkü dərsimiz bizdə olacaq. Deməli Proseidon Centrium VP'nin inteqrasiyası və bu VNet IP şinasının basın üzərindən gedəcək. İndi görək bizim simulator bunu dəstəkləyəcək yoxsa yox. İlk öncə biz deməli nə etməliyik? Və açaq bizim proyektimizi. Project. Və birinci dostlar, bax siz nə etməlisiniz? Siz deməli Properties'e gelirsiniz. Bak burada target'te seçirsiniz SCS Simulator. Bunu seçəndən sonra biz deməli sizlə nə etməliyik? Biz Centrium VP-dəki proyekti göstərməliyik. Onun üçün də nə edirik? Deməli gəlirik Engineering'ə SCS Project Properties və burada bax ikinci tabda seçək bizim o birinci proyektimizi. Və növbəti addım bizdə olacaq nə? Deməli biz indi bizim dəyişənlər var, hansı ki Proseid'dədir. Onu registrasiya etməliyik Centrium VP-də. İlk öncə deməli Engineering seçirik və burada biz seçəcəyik sizlə Tag Name Builder. Dostlar, bu açılanda görürsünüz burada trip var 2 var bizim dəyişənlər, amma bizə lazım olacaq deməli input output builder, bool, input output bool və burada bizim 4 ədəd yadımızdadır. Birinci qurduğumuz dəyişənlər vardı, onlardır. Və biz birinci gəlin di1-i əlavə eləyək. 2 dəfə bunun üstünə basırıq və artıq sağ tərəfə keçir. Və burada biz tag name əlavə eləməliyik. Tag name'ə də yazırıq. Yazaq, məsəl üçün di1 safety. di1 safety. Deməli, burada bizdə nə qalır? Baxın. Yunus. Burada Yunus. Red. On off. Tamam, bu qalsın di1-də və deməli növbəti addımda gəlin di2-də əlavə eləyəyim. Və bunu da adın safety kimi saxlayarıq. Copy di2 Ctrl V safety və gəlin digital output 1-i də əlavə eləyək. Bunu da adını verək. di1 Ctrl V və save düyməsini basaq. Bizdə error yoxdur və warning də yoxdur. Və indi dostlar, növbəti addım bizdə olacaq nə? Deməli, biz bu həmən safety di1, 2, bir də DO1 safety-ni biz eyni cürün, deməli, bizim Centrium VP-də qurmalıyıq. Tamam, gəlin, açaq bunu. Və gəlin biz belə eləyək. UAM deməli bizdə digital inputlardır və bir də digital output olacaq. Inputlardır. Gəlin burada deməli yazaq. di1 safety. Ondan sonra di2 safety. Bunu save edeyim. Error yoktur və digital output'da da DO1 safety. Save edeyim. Bir dəqiqə mən
Yapayım. Diğer 2 vermişim ona yoksa ben diğer 2. Və qaydaq bizim workbench'ə demək obyekti build eləyək. Birinci build project library. Ya bizdə error var yoxsa yoxdur. Ümidvaram bizim simülasiyaya götürəcək bu əlaqəni. Olmasa da belə yəni siz kommunikasiyanı biləcəksiniz. Bir də ki, məsləhət görürəm ki, ingilis dili kurslarına da baxasınız. Çünki biz bu kursu başlayanda dedik ki, elə kursu başlaya dərsi eləyək. Ona görə belə çoxlu errorlar çıxdı. İngilis dili kursunda daha dərin getmişik. Görünür ki, yəni birinci fikirləşməyimizin Tor dillərdə, rus dilində yanaşma biraz səhv idi. Tamam dostlar, kompilyasiyada problem çıxmadı bizdən. İndi biz nə edirsiniz? İndi qaydırıq, deməli, CentOMVP-yə, bura qaydırıq. Mən də artıq burada görürsünüz, mən SCS əlavə eləmişəm özüm. Siz də bunu sadəcə sağ düyməni basasınız, Create New, burada SCS seçəsiniz. Və vəsalam, heç nə eləməyəsiniz. Sadəcə seçəsiniz, deməli, SCS 60DS duplexi. 60DS, bəli, duplex. Bunu seçəcəksiniz və op düyməsini basasınız. Deməli, ondan sonra biz keçəcək Tools və burada biz sizlə seçirik SCS Tag List Import. Op düyməsini basırıq. Tamam, warning gəlmədi. Warning gəlmədi dostlar, amma taglarda gəlmədi. Error da yoxdur əslində. Normal end, April. Yəni heç bir error da yoxdur. İndi biz nə edirik? İndi biz Workbench-dən, deməli biz simulyasiyanı start verəcəyik sizdən. Amma ilk öncə biz yoxlamalıyıq sizdən proyektin özüm. Deməli, engineering, integrity analizer. Burada basaq bizdən. Problem yoxdur. Yoxdur. Düyməsini basırıq. File, save analyst. Bağlayaq və cross reference check də edirik sizlə. Cross reference analizer. Aslında burada da problem yoxdur. Op dünyasını save analiz edirik. Və indi isə deməli simulatora start edirik. Engineering, maintenance və SCS start function. Tak, bir dəqiqə baxın bizdə his burada neçədir? His 164. Op düyməsini basırıq və gözləyirik bizim simulatorun startını. Dostlar, deməli simulator start oldu. İndi biz nə edirik sizlə? Əslində biz burada neyinə gəlirik və burada GI safety enter basanda bizdə artıq panel açıldı və hələ ki hər bir şey normaldır. İndi biz qaydırıq sizlə dostlar, deməli qaydırıq first program açmalıyıq. Deməli first program. Geçen sefer bu error verdim. Yəni ki, bir dəfə verməz və keçirik debug moda, checking database. Çox maraqlıdır ki, bu checking gedir, yoxsa mən artıq işləyə bilərəm. Başa düşmədim bu studiyada. Tamam, indi isə biz nə eləməliyik? Yəni, nə olursa olsun, yəni bu əməliyyatları yadda saxlayınlar. Yəni, gələcəkdə siz bu sistemi birləşdirmək istəyəndə artıq real sistemdə bu normal işləməlidir. Biz nə edirik dostlar? Deməli, biz 2 dəfə bunun üstünə basırıq. Və burada log düyməsini basırıq. Logu bastıq. Basdıq və yenə də 2 dəfə basırıq bura və burada artıq tool'unu seçirik. Tool'u seçəndə bu artıq dəyişir və biz qaydırıq bizim panel var idi. Onun artıq
ona çevirmeliydi. Baxın bu hardaydı. Bəli dostlar 10 oldu. On oldusa deməli demişdik biz də artıq. Və bu qədər dostlar. Məncə bu qədər. Bu artıq işlənirsə bu normaldır. Bizim üçün diğer hissədir. Oldu dostlar. Təşəkkür edirəm hamınıza. Çox sağ olun. Kanala abunə olmağı yaddan çıxartmayın və videonu bəyəndinizsə like qoyun.